8 Mart Beynəlxalq Qadınlar Günü deyil. 8 Mart Beynəlxalq Zəhmətkeş İşçi Qadınlar Günüdür. 1947-ci ilin 8 martında burjua təbəqəsi tərəfindən 16 saat işlədilərək əməyi istismar edilən qadınların buna etiraz etməsi, kütləvi şəkildə buna qarşı çıxması və bunun nəticəsində də yüzlərlə qadının New Yorkda işlədikləri fabrikin bağladılması, orada çıxan yanğın nəticəsində də 129 qadın işçinin öldürülməsi və daha sonra 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında Klara Zatkin adında bir sosialist öndərin 8 Martın qadın zəhmətkeş işçilərin mübarizəsi simvolu olaraq bundan sonra qeyd olunmasını təklif etmişdi və bu konfrans tərəfindən də dünyada 8 Mart bu cür qəbul olunmuşdu. Amma təbii ki, müasir dövrdə bu Ümumdünya Qadınlar Günü kimi qeyd olunur. Tarixi kontekst göstərir ki, 8 Mart əvvəlcə sosial bərabərsizlik və istismara qarşı kollektiv etirazın simvolu idi. Lakin zaman keçdikcə bu gün mənası dəyişməyə başladı. Müasir dövrdə xüsusilə bazar iqtisadiyyatının təsiri ilə, kapitalist əxlaqının təkidi ilə getdikcə istehlak yönümlü bir rituala çevrildi. Reklam kampanyaları, hədiyyə bazarı, simvolik jestlər və s. onun sosial məzmununu kölgədə qoydu və bu gün heç kim 8 Martı bu gün xatırlamır. 8 Martı sadəcə hədiyyələşmə günü kimi xatırlayır. Bu isə müəyyən mənada tarixi ironiyadır. Tarixin ironiyasına baxın ki, bir vaxtlar qadınların iqtisadi istismarına qarşı yaranmış bir gün sonradan eyni iqtisadi sistem tərəfindən kommersiyalaşmış bir bayrama çevrildi. Bəli, kapitalizmdə bu da mümkündür. Burada daha dərin bir sual ortaya çıxır. Əgər qadınların azadlığı və bərabərliyi fundamental insan hüquqlarından hesab olunursa, onların yalnız ilin bir günündə xüsusi şəkildə qeyd olunmasına ehtiyac varmı? Bərabərlik prinsipi etibarilə istisna deyil, norm olmalı. Digər tərəfdən bəlkə də 8 Martın ən dərin mənası çiçəklərdə, hədiyyələrdə deyil, bir insanın digər insanı sadəcə sosial roluna görə deyil, şəxsiyyətinə və ləyaqətinə görə qiymətləndirməsi ideyasındadır. Əgər bu gün yalnız istehlak ritualına çevrilirsə, onun arxasındakı tarix, mübarizə və s. unudulur. Əgər o bərabərlik və qarşılıqlı hörmət haqqında düşünmək üçün bir xatırlatma rolunu oynayan günə ehtiyac varsa, o zaman sevgi ilə ədalətin kəsişdiyi bir nöqtəyə çevrilir. Məhz buna görə bu cür ideoloji baxımdan əhəmiyyətli və bir o qədər də simvolik günü sadəcə istehlakçı bir ənənəyə çevirmək, sadəcə hədiyyələşmə, qadınları təbrik etmə və s. kimi rituallara çevirmək bir tərəfdə müəyyən qədər bu travmatik tarixi, sosial sinfi mübarizəni unutmaq deməkdir. Ona görə də bütün qadınları, bütün işçi qadınları və bütün kapitalist istismarına qarşı çıxan işçiləri təbrik edirəm və heç bir şəkildə istismara göz yummamağa çağırıram.